birinci dəfədir ki, Təbriz küçələri belə böyük xalq birliyinin şahidi olur. Bu qoca partizan uzun illərdən bəri birinci dəfədir ki, özünü bu qədər cavan hiss edir. Birinci dəfədir ki, Geniş Səttarxan xiyabanı xalqın bayramı, şənliyi üçün darısqallıq edir. Keçmişdə bu xiyaban Pəhləvi xiyaban adlanırdı. Milli hükümət qurulan kimi, xalq ona Səttarxanın adını verdi. Bugün Təbriz Filarmoniyası açılmışdır.